Ulu Tanrı'nın adıyla. Bismillahirrahmanirrahim. Allah'a şükür olsun bu günleri de ömür verdi ve kısmet elədi az da olsa kitap okumaya başlayayım. Sonra bir işim vardı, onun için çıkacağım. Onun için hiç sözü uzatmadan gedim görüm bugünkü şansımıza hangi kitap çıxır. Bir kitabı açaq ve ondan biraz okumaya başlayaq. Geçen gün Nəsabül Bəlağə adlı bir kitab oxuduq və sonra Mə'dənil Maarifi də oxuduq. Məncə əla kitablar idi. Hər ikisini də çox sevdim. Amma Məcmuətəl Lətaifi və Sənduqətəl Maarif deyə bir kitab görək ki, bu nə haqdadır? Bunun 86 səhifəsi vardı və 46 vərəqdə yazılıbdır. Yəni yarpaqda yazılıbdır. 2 üzlü olduğu üçün olur 86. Kitabın biraz kiçildək, sürətlə bir eşiyinə baxırıq. Kitabın baxırıq, cildinin üstünə gönümüş, gönün üstünə Osmanlı dövrünün su üzündə çəkilən nəqqaşi görürük. Bir rəsmidir orada öyrədən. Kitabın köhnəldiyin qıraqlarında görürük, əl təri ilə, filanı ilə gönzat işlənib gedibdir. O birisi səhifəyə baxırıq, kitabı yenə o rəhmətli Kamankeş Üsküdarı Abdülqadir Əmir Xacı Kamankeş Üsküdarı bu kitabı vəqf eləyibdir, möhrünü də bura qoyubdur. Yazıb ki, kitab 41 səhifədir, çünki cildi hesablamır. Və hər sətirdə də 17, hər səfədə də 17 sətr var. Sonra birinci səhifədə görürük ki, həm bu Vaqifin möhrü var, Allah rəhmət eləsin. Həm də burada bir şeylər yazılıbdır, bir şeylər filanlar vardır ki, görək nədir. Kitabın içinə giririk, çox belə əcib yazıdır, əl yazma. Kitabın elə o vəqfinaməsindən bilirik ki, bu 400 neçə ildən çox ömrü var. Çünki dedik, bu rəhmətli Abdülqadir Kamankeş özü 1077-də ölübdürsə, 430 neçə il bundan qabaq bu kitab alınıbdır ən azı. Və yəni bir də bunu hesablasaq, deyərik ki, indi 1447-ci ildir. Bundan çıxsaq 1077-ni qalar 370 il bundan qabaq bu kitab ən azı o zaman alınıbdır. İndi ha zaman yazılıbdır onu bilmirik. Bu səhifədən başlayır Bismillahirrahmanirrahim deyə başlayır. Kitab bəllidir ki, birinci əl yazmadır. Yəni ehtimalən bu şey deyil. Nəssahlar yazmayıblar bunu. Sətirlər çox uzundur. Çünki səfənin heç tərəfində yazı üçün yer qoymayıbdır. Uzun sətirlərlə bir-birinin arxasıcan neçə sətir orada yazmışdı? 17, 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24 sətr var hər səhifədə. Nədən isə burada az yazıblar, onu mən bilmədim. 24 sətri biz saydıq burada, yəni bir dana səhifədə saydıq. O birisilər də eyni buna devam edir. Kitabın ortası, yəni Şirazə cırılıbdır. Kitab, bunları görürük. Kitab zahirən burada qutardı. Yəni calibdir ki, harada yazılıbdır? Deyir ki, Vallahul mərcəi vəl məab təmmə bi inayətillahil məlikil Ət-Təvahib Vəhhab olacaqdır. Əl-Vəhhab və husn-i tövfiqihi fi əvaxiri şəhri Ramazan. Yəni bu bölümü əvaxiri şəhri Ramazan, Ramazan ayının sonlarında tarix yazsaq, əvaxiri Ramazan-ı mübarək fi leyli-i ərbəə ərbəə yəni çərşənbə gecəsi səni-i 15 və əlif 1015
15 Hicri qəməridə bu kitab, bu bölüm, yəni 2-3 dəfə idi, hər neçə idi, yazılıbdır. Səni-i 15 və əlif min hicrətin mən ləhu əl-izzətu və şərəf. Sonra buradan ayrı bir şeylər də burada yazılıbdır. Bunları da görürük. Su geçib kitaba, bir-iki yerdə ya su tökülübdür, rəhlər qatışıbdır. Bu ikinci bölüm, kitabın ikinci bölümü daha yaxşı xətt ilə yazılıbdır. Mən bunu daha rahat oxuya bilirəm. Yenə də biz aynı, amma xəttlər fərqlidir. Əl yazması çox fərqlidir. Yəni əgər dostlara mən göstərə bilsəm, bunun yerlə göycə fərqi var. Bunu bir mütəxəssis elə bir yazıb, onu mənim bir naşı adam yazıbdır. Görün bu neçə sətridir hər səfədə? 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 21 səhifədir. Bu da 21 sətridir. Bu da elə 3 səhifədir, yəni 7-8 səhifədən ibarətdir. Yazıb ki, tarix qoyubdur ya yox, ona baxıram. İstəyirəm görüm ki, qoyubdur tarix ya yox. Və huvəl həqqul vəl müctəhid qəd yuhdi və yusibu və rusulul bəşəri əfzəl minər rusulul mələikəti və rusulul mələikəti əfzəl min amməti şərri və ammətil bəşəri əfzəl min ammətil bəşəri və ammətil bəşəri əfzəl min ammətil mələikəti. Təəssüflə ya şeylə təmmə qoyub, amma tarix qoymayıb bu bölümünə. Gedək o birislərdə görək nə var. Bu birisi səhifədə kiçik yazılar da vardı. Yəni bunlara diqqət eləmirəm çox. Kiçik bir paragraf yazı var. İmza da qoyulub altında. Sonra bu birisi səhifədə Allahümmə səllimni min Ramazani və səllim Ramazanə minni və səllimhu li hədisi səhihidir zəbdi məşayix dində. Burada da bir hədislərlə belə başlayıbdır. Bu kitabın ismi Məcmuətül Lətayif Sənduqetül Məarif. Adı şeydir. Ad burada yazıbdır, amma buradan bu üzə, oradan o üzənin adıdır ya yox, onu bilmirəm. Yəni burada baxanda kitab ehtimalən burada başlayıbdır, amma üstündə yazıbdır. Tamam. Bu kitabın adı, bu kitabın ismi Məcmuətəl Əl-Lətayif, xətt fasilə qoysaq bura, Sənduqetəl Məarif. Tamam, buradan bunu da adını çıxartdıq. Yenə bu xətt də çox gözəldir. Bilmirəm, ərəbcədir, bunlar oxumadım, ya türkcədir. Türkcədir, amma standart eləyibdir. Yəni e'rab, o şey ki, ərəbcə deyirik e'rab, salam aleyküm, aleyküm salam. Bəli, kitab mərif edirik. Mən də hələ baxmamışam, birinci dəfədə bu kitabı alıram. Kitab ən azından 1015-li yazılanda, yəni 430 il, 32 il bundan qabaq yazılmış bir kitabdır. Bir də baxımını 1447-ci ildir, yox, ondan çıxsaq 1015 ki, bu kitab yazılıb bir bölümü. 432 il öncə 432 il öncə birinci bölümü yazılıb. İndi o birisi bölümlərə də baxarıq, görürük ki, məsələn, bu bölüm zahirən belə nəzərə gəlir ki, çoxdur. Əvvələn türkcədir, əl yazmadır. Ən azı 432 il bundan qabaq yazılıbdır. Ən mühümü nədir? Xəttinin gözəlliğindən çox əcib bir kitabdır. Yəni əl yazmadır. Amma bunun bir özəlliyi var. O da budur ki, tamamı kəlmələrin, hərflərin ki, bir-birini yapışıbdır. O hərflərin səsini qoyub üstünə standart eləyibdir. E'rab, o şey ki, ərəbcə deyirik, e'rab qoyubdur türkcəyə. Bu da bunu bizə bir köməklik edir ki, 430 neçə il bundan qabaq bu kitabı nə cür oxurmuşlar, nə cür yazırmışlar, hərflər, səslər ağızdan, boğazdan necə çıxırmış, onu bizə görsədir və biz bu gün onunla eləyə bilirik, oxuyaq və özəlliklə keçən 250 ildə bizim xaricilərin, özəlliklə Məsihilərin sültəsi altında qalmaqla bizim səsimiz, əlifbamız, hər şeyimiz dəyişdiyi üçün qələt oxuya bilərik tamam şeyləri, amma bu bahis olar ki, biz düzün öyrəşərik türk dilini.
həm də təxəssüsü öyrəşərək. Davam edirəm bunun kitabının şeylərinə. Bunun qırağı burada. Hətta bu kitabı o birisi 2 dənə bölüm üçün gördük. Ondan fərqi budur. Bunun 3 tərəfində kitabda oxuyan üçün bir yazmaq yeri qoyubdur. Yazanlar da yenə hər kəs imiş, ya adam özü imiş. Yenə erab qoyubdur. Bu da bir gözəllikdir ki, görürük olubdur qıraqda bunlar. Bəzi kəlmələrin də ya cümlələrin də üstünə, başı üstünə xətt çəkib ki, onun üstünə təkid eləsin, barmaq bassın ki, bu nə olacaq, nə olmayacaqdır. Bu kitab ən uzun kitabıdır. Bu içində, yəni 3-cü mətləbdir. Burada iki dənə xəttin üstünə xətt çəkibdir. Yəni yazıların üstünə xətt çəkibdir. Əcəba bu qələtdir, yoxsa təkid üçündür? Onu, yəni amma məmulən başının üstünə xətt çəksə təkid üçündür. Əgər başının üstünə xətt çəkməsə, üstünə çəksə məzur dəcüldür, səhih. Bəli, burada müəzzəb olmasına səbəb olur. Deyir ki, bu cür deyildi. Onun yerinə məzur dəcüldür, səhih yazıbdır qabağına. Yəni burada yazdığı səhihdir, o içəridə yazdığı qələtdir. Çox gözəl bir xəttinə bunu oxumaq ciddən çox bizə yaxşı olacaqdır. Kitab burada nədənsə qurtarıbdır, ya görün burada qurtarıbdır. Həsbiyallah. Burada duadır. Allahümmə filan. Rahadeydi. Allahümmə əhsin aqibətina fil umuri və əcirni minəşşeytanı. Hər gün sabah namazında oxuya. Tamam, bu da biləsiniz. Sonra Bismillahirrahmanirrahim ilə yenə həman xəttinə, həman şeylə davam edir. Kitabın ehtimalən ortasında bir dua da edir. Ona görə Bismillah deyir. Baxarıq, görürük ki, nədir? Davam edirik beləsi. Təmmətür risalə deyibdir. Amma risalənin üstünə xətt çəkibdir ki, yəni Ər-risalətü şərifətü lətifətü min müsənnifati Qazizadə Əfəndi Səlləməhullah Teala. Yazanın ən azından bildik ki, bunun bir cüzvəsinin deyək, ya bir risalənin yazanı kimdir? Qazizadə Əfəndi. Əfəndi bunu yazıbdır. Əlbəttə o təmmətin üstünə xətt çəkib, təmmətür risalə, vəli sonra qırmızı xəttinə nöqtəçin eləyərək nöqtələri bir-birinə düzüb gətirib ki, yəni davamı vardır. Ər-risalətü şərif, təmmətür risalətü şərifəti beləsi gəlir, amma davam verir, yəni durmur orada. Ehtimalən tozihlər, zatlar yazır o risalənin haqqında. Kitabın zahirən axirlərinə gəlir və zükrə fit tahfati təkrəhə əmamətə 15 nəfərən əl-abdu vəl-qənnu və huvəl-ləzi məlikə huvə və əbahu vəl-ərabiyyu vəl-fasiqu və vələdü-zinai vəl-məcnun vəl-müğənni vəl-əbrasi və huvəl-ləzi şaə bərsəhu ələ sair əzaihi və səfihun vəl. Burada bir iddia adamlardan deyir, xoşum gəlməz, 15 cürə adamdan adların bir sayır ki, nə mənədir onları, əl-abdu vəl-qın, nə mənədir bunları bilmirəm. Bir şeydir, burada yazıbdır hər halda. Haza rüya-ü Qazizadə Əfəndi rəhmətullah Teala rəhmətən vasiətən və bihi nəstəin 1039 sənəsində Rəbiül Axərin 17-ci gecəsində yazıb bunu. Yəni bu da buradan bu yüzdə də ehtimalən bir ayrı kitabdır. Yenə Qazizadə Əfəndi yazıbdır. Bu da 1030 sənəyə 1039 bəli, bu türlü 1039-da yazıbdır. Bu da ikinci bölüm, bir ayrı bölümdür. 1039 Hicri Qəməri, bunu da yazdıq burada. Yenə də Qazizadədən də hər kəsdir ondandır. Bu da təm vaqə olmaya, təmmət. Burada qutarıbdır, yenə də bir ayrı şey başlayıbdır və
qutarıbdır. Qeydək kitabın əvvəlinə. Görək ki, bu kitabın əvvəlində bu həqir və fəqir və pürtəksir Əs-Seyyid Abdülqadir el-Ma'ruf به امیر خواجه کمانکش الاسکداری bu kitabı müstətabi mülkümdən ixrac edib Üsküdarda vaqe valideyi Ətiq cami şərifinə şül şərt ilə vəqf eylədim ki, tələbi ulumidən hər kimə iqtiza edər isə verilib rəhn qoya və yaxud qoya və yaxud kəfil meyli ilə ta hacəti tamam olunca hifz edib nişan üçün kağızın bükməyə və cildin sökməyə və uşaq əlinə verməyə və təbdil və təğyir etməyə əgər bu şərtlərdən birinin xilafi zuhur edərsə təzmin oluna fəmən bəddələhu bədə ma səməəhu fəinnəma ismuhu ələl-ləzine yubəddilunəhu nəzm kərimi fəhvasıncə ismun olmayələr əsəm olmayələr günahkar. Burada dedik birinci şeydə görürük ki, kitab bir Cənabi Rəubi nəmin əfəndi belə bir şey yazıbdır. Müsibət ancaq in ta'lif ki şöbət zinde zade و دل مرده şer burada است ama buna Farsı bir şey yazıbdır. Cənabi bunu biraz çevirsem bəlkə oxuya biləm. Cənabi Rəsul Ali Əfəndi. Belə bir şey olur. Cəlali şayət də Seyf Əli Əfəndi. İhtimalən Seyf Əli Əfəndi olacaqdır. Müsibət-i ancaq in təlif که شود زنده دل زاد دل مرده و این شرح برده است اما کوی bin za öz برده ne mənə belə bir şey. Hər halda bunu eləyə bilmədim oxuyam farscadır və muqabil məqul cəmi əqilə və hiyə əd-dürrətü və əqilətü kulli şeyin ikum və əşrəqu. Tamam, burada da bir şeyler yazıbdı ki kitabın içine ilgisi yoktur. Kitabın ilk buradan başlar. Görək nədir? Bu kitab birinci bölümü 1-2 3 səhifədə qutarır, sonra kiçik bir şeyler əlavə edibdir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və səlatu və səlamu alə seyyidina Muhammedin və alihi və sahabihi ecmaîn. Amma ba'd فيقول الفقير إلى الله تعالى علي بن حسام الدين الشهير بالمتقي. Bu kitabı kimdir yazıbdır? Aha, kağızımızı da saldıq, qələmimizi də saldıq. Görək ki, deyir ki, bu birinci bölümü Ali ibn Hisamuddin Eş-Şehiri bi el-Muttaqi. Hazihi risaletun temtaha ni'mel mi'yari vel mugayisi li ma'rifeti maratibin nasi. Bu bir dana deyir şeydir, ərəbcə yazıbdır elə bir zahirən, ərəbcə olsa oxumayacaq. Deyir ki, buradan hələ belə eyləm rahimekallah ən-nasu alə ərbəti əqsam. İnsanlar 4 cürədir. Amiyun fasik və amiyun salih və xasun və əxəssun. 4 cürə adam var. Biri amiyə fasikdir. Umumi insanlardan ki, fasikdir. Amiyə salihdir, yaxçı insandır. Və xassıdır. Yəni, məsələn, bilmirəm, molla olub, nə yox, xassı nə deməkdir. Və əxəssidir, yəni onun da içində, onların da içində əl-xasul xassı, əxəssul xassi. Tamam, bunlar
ərəbcədir. Ərəbcədir, buradan gedək. O axirdəki də ehtimalən buna. Amma bunun tarixini oxuduq da. Dedi ki, təmmə beynayətil məlikil vəhhab və hüsnü tevfiqihi fi əvaxir şəhr Ramazan el-mübarək fi leyli ərbə'a çarşənbə gecəsi. Bunu o 2 səhifə yarım deyək. Əlbəttə məmuli yazsa bu 4 səhifəlik bir şeydir. İnsanların haqqında yazıb, insanları bölübdür, ki kim yaxçıdır, kim pisdir, fasik nədir filan. Bunları tərif eləyəcək əlbəttə. Bunu tabi biz oxumuruq. Hangi ildə yazıbdır? 15 vəl əlif. 1015-ci ildə bunu yazıbdır bu adam. Yazıbdır nə mənə? 1015-ci il. Tamam. Hicri qəməri. Bunu buradan tapdıq. Ondan sonra da yenə də altında bir ərəbcə yazıbdır. Nuqlə min Bostanil Arifin. Kitab-ı Bostanil Arif'indən bir paragraf burada nəql edibdir. Sonra aşağıda yenə bir ayrı paragraf, yenə bir ayrı paragraf. Bu da sədəqə ya sidq, bilmirəm. İndi bu sədəqə ehtimalən səduq da ola bilər. Amma səduqun bir dənə var, beləsi bir şey. Sədəqə Rasulullah və sədəqə Habibullah. Burada da Peyğəmbərə görə bir şey, yəni sözləridir. Sonra bu birisi səhifədə də zahirən yenə ərəbcədir. Burayla da işimiz yoxdur. Bu birisi səhifədə çox çətin bir yazıdır. Və qovluhu Teala mübarək ittiba. Bu da ərəbcədir. Bu səhifələr də ərəbcədir. Bu da ərəbcədir. Gəldik bu kitaba görək ki, bu kitab nədir? Bu kitab ki, xətti də çox gözəldir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu ala rasulih Muhammedin və alihi əcməin. Həqaiq əşya-i sabitətun. Bir dənə orada insanlara görə yazdı 4 dənə. İndi burada həqaiq əşya üçün. Həqaiq əşya sabitətun və ki, onlar deyirlər, həqaiq əşya bəlli deyil və ona da bizim elmimiz yoxdur. Məsələn, beləsi alıram, yəni. Bəlkə də bu cür demirlər. Sümmə əsbabul ilmi lil xalq səlasətun. İnsanlar elmə ələ gətirmək üçün 3 dənə yolları var, vəsilələri var. Əl-həvasus səlimiyyə vəl-xəbərus sadiq və əl-əqlul fəl-əql. 3 cürə deyir yolla elmi ələ gələr. Biri həvassi, salim həvaslılar. Məsələn, ələyaq keysə biz bilmərik ki, istidir, soyuqdur. Ya bəzən görürsünüz ki, istini soyuq hiss elərik əvvəl ləhzələrdə. Soyuğu isti hiss elərik əvvəl ləhzələrdə. Bu bizim həvaslılarımızda bu cür bir şeylik vardır ki, doğru deməz. Uzaqda hər şeyi kiçik görərik, yaxında hər şeyi böyük görərik. Bu bizim, o halda ki, məsələn, bir dənə adam 200 metrdədir, biz onu çox kiçik görərik. O halda ki, elə həman adamdır. Yaxında olanda onu mümkündür böyük görək. Gözümüzün yaq qabağına gəlsək, çox fərqli görərik. Və xəbər-i sadiq. Xəbər-i sadiq nədir? Yəni bir dənə düz adam, yalan danışmayan adam bir şeydən xəbər versə, o da elm hesab olar. Məsələn, bir nəfər deyir ki, Xameneyi ölübdür. Amma bilir ki, yalan demir. O elm hesab olur. Amma əgər bir nəfər, məsələn, bilmirik, məmulən yalan danışıbdır, heç olmasa bir dəfə, 2 dəfə yalanını bilirik, o adamın sözünə inanmamaq lazımdır. Mən özüm şəxsən, əgər bir nəfər yalan desə, onun sözünün qalanlarına inanmıram, şək elərəm. Yəni, bir nəfər necə ki, yalan deməyib bir dəfə, iş okey, ondan okeyəm. Amma elə ki, bir dəfə onun yalanı çıxdı yanımda, yalanı kəşf oldu, ondan sonra o adamın sözləri daha mənə ərzişi yoxdur, o zamana onun tərsi sabit olar. Vəl-əqlu, bir də əqlidir. Əqli də mütəəssifanə, mən bilmirəm bunu necə ayrılır. Əql də həvassıdan gəlir, həman o nəmənəyə sabitdən gəlir, nədir? Əxbar-ı sabitədən gəlir. Bizim özümüz hamımıza ağıllı bilirik. Amma bu ağlı ya dədənənəmizdən, mədrəsindən, kitablardan, radiodan, televizyondan alırıq da. Yoxsa biz oturub nə cür təhlil edirik? Heç birimizin ittilaat-ı sirrimiz yoxdur. Amerikaya görə, İsrailə görə, nə bilim, müşəklərə görə, filanlara görə. Amma hamımız deyirik ki, mütəxəssisik. Və əqlimiz çoxdur, onlara görə hey danış, hey yaz, ha filan eləyirik. Bu hardan gəlir? Bu toplumdan gəlir. Yəni bizim əqlimiz toplumun əlindədir. Fəl-həvasu xəmsə, həvas da 5 cürədir. Əs-səm'u vəl-bəsəru
və şəmmu dadmaq və ləmsü ələyaqla. Əlbəttə şəm bağışlayın, iyləmək. Şəm iyləmək şammədir, ondan gəlir və ləmsü ləms eləməkdir və zoqu çatmaq, dadmaqdır. Və bikulli hala bunlar ərəbcədir yenə bu bəhsi. O birisi bəhsin arxasıcan bunu yazıbdı. Bu da 5 səhifədir. Bunu da yazmayıbdı ki, hangi tarixdə yazıbdı. Əlbəttə bəlkə biraz qabaqlıq yazmış olar. Lil ənbati və sidquhum anhum naf'a lahum vallahu ta'ala yucibu ad-da'awati və yaqzil hacati və ma akhbara bihi an-nabiyyu alayhissalam min أثرات الساعة من خروج الدجال ودابة الأرض ويأجوج والمأجوج ومأجوج ونزول عيسى عليه السلام من السماء فهو حق والمجتهد قد يخطي ويصيب ورسل بشر. Bunlardaki okumuştuk daha oradan o yüzden. Burada deyir temme, ama temmeden sonra yine Ərəbcə bir şeyler yazır ki onları da oxumayacağıq. Bu birisi səhifədə bir ayrı bir şeyler başlayıb Ərəbcə. Aha, amma bu ərəbcə deyilmiş. Deyir ki, mən bunu oxuyayım bu səhifəni. Deyir ki, Allahümme səllimni min Ramazana və səllim Ramazana minni və səllimhu li hadisi səhihidir zəbdi məşayix dində. Elhamdülillah müzəkkərül xeyr, ya bəli, müzəkkərül xeyri və failihi şər'ətəl İslami barizun. Haza dua. Allahümme əslih ümmətə Muhammedin. Allahümme erham ümmətə Muhammedin. Allahümme fərric ən ümməti Muhammedin. Duai cənaziyi lil mə'suminə vəl mükəlləfin. Burada da cənazə üçündür. Və duanı oxuyandan sonra Allahümme əğfir ümmətə Muhammedin aleyhissalatu vesselam və ərhəm rəhmətən ammətən bi rəhmətə ya ərhəmər rahimin. Allah mənim dədəmə də rəhmət eləsin. Əgər dostlarımız da qulaq asırlar, onların da dədələrinə, nənələrinə rəhmət eləsin inşallah. Tuşeyi vəhdət edi qəbrün əzabi olmasa. Tuşeyi vəhdət edi qəbrün əzabi ölməsə. Xoş təmaşagah idi məhşər hesabı olmasa. Burada belə bir şeirlə başlayır kitaba, deyir ki, yekləməyi tügül yeklə, iftixar etmə yeklə, axər kinsin bir libası yoxdur, bəqası yeklə. Nə deməkdir, bunları baş tapmadım. Hər halda kitap buradan zahiren başlar. Kindar olan dindar olmaz. Dindar olan kindar olmaz. Çok güzel, sade bir şey. Kin tutan deyir, dindar değil, dindar da kin tutmaz. Rumli Muhammed Efendi kitap hükmünce Kur'an-ı Şerif oxumanın yolunu bildirdi ki, Risaləsində deyər ki, adı Rumlu Məhəmməd Əfəndidir. Hər kəsdir bu. İndi Rumlu Məhəmməd Əfəndi belə bir şey deyibdir. Kitab hökmüncə, yəni Qur'ana istir deyə. Kitab burada mənsub Qur'andır. Qur'an-ı Şərif oxumanın yolunu bildirdi ki, Risaləsində deyər ki, fəyəcubu əleyna əvvələn qəblə şuru'i fil Qur'ani təəllümü məxaricəl hurufi və istifati vəl ədai bihima min əhlih. Bunların üstündə qırmızı xət çəkib başı üstündə. Yəni ki, bura ayi Qur'andır ya da ki, ərəbcə bir sözdür, belə bir şey deyir. Burada ayi Qur'an deyil. Bu bir dənə sözdür. O adamın kitabından nəql edilir. Kimin kitabından? Rumli Muhammed Əfəndinin kitabından nəql edilir ki, deyibdir, vacibdir bizə Qur'anı oxumamışdan öncə əvvəl hərfləri düz bilək və onların sifatını falan, bunları düz bilək. Çün əmr böyle olduysa, yəni əmr olubdur ki, Qur'anı necir oxuyaq, düz oxuyaq, yəni düz oxumaq istir deyə. Qur'ana şuru etməzdən əvvəl bizim
özümüzə məxaric hurufi və sifat hurufi əhlindən təəllüm vacib oldu. Məxaric yəni ki, məsələn biz x deyə bilirik, ingilislər x deyənmirlər məsələn. Biz g deyə bilirik, farslar məsələn g deyənmirlər. Ərəblər satı, fini, nə bilim bunları deyə bilir, sa deyə bilirlər, biz deyənmirik. Bizim bunlar uşaqlıqdan öyrənməmişik, nənələrimiz başarmadığı üçün, dədələrimiz başarmadığı üçün biz də bunları başarmamışıq. İstəyək bir dənə dili düz danışaq. Onlar üçün, məsələn biz deyirik ki, Mr. Smith. Əslən ingilisdə belə bir ad yoxdur. İstəyək bunu deyək ki, Mr. Smith. Yəni bu gələr bura dilin içinə, sığzadı da lazım deyil. Mr. Smith. Something. Elə dillərini burada çıxadırlar. Bəzən görürsən ki, bir belə çıxır eşiyə. Yəni az qalır yarısı çıxsın eşiyə. Thank you. Məsələn beləsi. O istəyirsən düz danışasan, onlar nə düz danışırlar, sən də o cür danışmalısan. Ərəbdə, Quran da ərəb dili olduğu üçün Həsən heynə deyəcəksən, Hidayət heynən fərqli deyəcəksən, nə bilim, dal zeyi fərqli deyəcəksən, dəstəli zeyi fərqli deyəcəksən, sabun zın fərqli deyəcəksən. Bunları öyrəşməlisən deyir. Ona görə deyiblər ki, çünki məni fərq elər. Yəni bir dənə ərəb qulaq assa, baş tapmaz ki, siz nə deyirsiniz ya da tərsə baş tapar. Yəni biz hər şeyi reze ilə deyirik. Onlar ki, zıdır, 4 cürə zı var. Onları hamısını reze səsi ilə deyirik. Tamam, bir dənə ərəb qulaq asanda, məsələn, bilmir ki, biz nə deyirik, bu kəlmənin anlamı nədir, ya da ki, tərsinə anlaşır. Onun üçün deyir ki, bunu öyrənməliyik. Özümüzə məxaric hurufi və sifat hurufi əhlindən təəllüm vacib oldu və məxaric huruf və sifat hurufi ilə əda dəxi vacib oldu. Əda da dildən demək. Yəni, əhlindən öyrənmək. Biz Azərbaycanda öyrənmək, Türkiyədə və bəzi yerlərdə öyrənmək. Bu ləhcə göstərdir ki, bu ehtimalən Osmanlıda yazılıbdır. Öyrənmək vacib oldu və illa la yetmeinnu beynəl xətəi və səvabi fi məxaricil hurufi və sifat. Burada da mütməin ola bilmərik ki, bizim bu səslər iş Quranın hərflərində oxuyanda çıxadırıq, bunlar düzdür ya qələtdir. Və əgər belə olmaz isə sifat-ı hurufidə, diqqət buyurun, burada, indi mən bunu niyə bu rahatlıqda oxuram? Çünki türkünün yazılarının, kəlmələrinin də əlifbasının üstünə onun səsini qoyubdur. Ona görə bu mənə rahat olur. Elə bir Quran oxuram. Məsələn, Quranı necə rahat oxuram? Çünki səsin məmulən üstünə qoyurlar, e'rab qoyurlar. Türkcəndə bu adam e'rab qoyubdur. Və əgər belə olmaz isə sifat-ı hurufidə və məxaric hurufidə xəta ilə səvab beynin təmiz edəməz. Səvab beynin arası, beyin arası. Səvab beynin təmiz edəməziz. Züz də deyil, edəməziz. Yəni biz cəm tutur. Yəni xətanın və xətab. Cahil ki xətadan sonra bir şey vardı. Xəta nə və səvab nə. Xətab nə və səvab nə anı bilməziz. Fəzlən ən i'tai hüquqihima. Bu da ərəbcədir, üstünə xət çəkibdir, amma adam da oxuyanda bilir. Qəndə qaldı ki, qəndə yəni bir də qaldı ki, qəndə qaldı ki, məxaric hurufun və sifati hurufun hüquqinə riayət olunmaz və lakin əksərün nası fi zamanina tərəkû təriqi təəllümə və tərtibə. Lakin nasın əksəri bu zamanədə təriqi təəllüm və tərtibi tərk eylədilər və yəciddûnə bila ilmin be məxaricil hurufi və sifati əvvələn ən əhlihi.
Tamam, yenə də burada qeyd edilir. Bu adam o nə idi? Qazizadə idi, nə idi adı? Qeysəm ora Məhəmməd Əfəndi, Rumlu Məhəmməd Əfəndi. Bunun yazdığı ərəbcəni yazır, başı üstünə qırmızı xətt çəkir və sonra onu türkçəyə çevirir. Və bu nasi sifat hurufi və məxaric hurufi əvvəla əhlindən təəllüm eyləmək sizin çalışdılar. Mənətay. Və haza muxalifun li kütübü təcvidiyyə. Külləhə bu təcvid kitablarının cümləsinə müxalifdir. Fəinnəl məzkurə fi cəmi'il kütübü təcvidiyyə ennəl vacibə aləl qari əvvəla. Zira kütüb-i təcvidiyyənin cümləsinə məzkur olan qari üzərinə, yəni Qur'an oxumaq murad edən kimsənin üzərinə ən əvvəl vacib olan qəblə şurui fil Qur'an təəllümü məxaricil hurufi və sifatha an əhli Qur'anı şuru etməzdən əvvəl görürsünüz. Biz bunu indi işlətmirik. Türkiyədə bu işlənir, beləsi feillər işlənir. Amma biz Azərbaycanda bunları yaddan çıxartmışıq. Şuru etməzdən əvvəl məxarici huruf və sifat hurufi əhlindən təəllüm etməkdir. Bir riyazeti şədideti və tələbətil kəsireti fil müddəti təvil. Da özü tərcümə elədikcə mən də demeyim. Uzun zamanda çox təlavət ilə və riyazəti şədidə ilə təəllüm etməkdir. Yəni əhlindən öyrənməkdir. İntəhə kəlamihi. Onun adamın sözü burada qutardı. Və dəxi Allahi təbarəkə və təala buyurmuşdur ki, o ərəbcə Rumlu Məhəmməd Əfəndinin sözü, Allah rəhmət eləsin, deyir burada qutar. İntəhə kəlamihi və dəxi Allahi təbarəkə və təala buyurmuşdur ki, təcvid haqqında təkid elə əmr etmişdir. Mən bunu eşitməmişəm. Allah təbarək və teala təcvid əmri vermiş ola. Eşitməmişəm, Quranda görməmişəm, bəlkə də görmüşəm, anlamamışam. Və teala buyurmuşdur ki, təcvid haqqında təkid ilə əmr etmişdir. Əl-ayətü və rəttilil Qur'anə tərtilə. Ayəsi deyir budur. Rəttilil Qur'anə tərtilə. Əl-ayə. Ayənin burada yazdığı, izafə yazdığı üçün götürüb üstünə xət çəkibdir, üstünə xət çəkib, yəni qələt, bu yoxdur. Və həm əhli əda bu beyti, nə mənə demişlər, beyti demişlər, zikr. Burada bir kəlmə çıxıbdır, qırmızı nöqtə ilə aparıb, eşikdə yazıb ki, pəs beləsi oxunar. Və həm əhli əda bu beyti zikr etmişlər. Hangi beyti? Qəd qalə Rəbbükə rəttil sümmə əkkədəhu بمصدر هاکذا الکشاف قد نقل yəni الکشافı قد نقل کشاف bir kitabın adıdır. Çox mühümdür. Qad nəqlə yəni demək olur ki, Allah Teala peyğəmbər həzrətinə əmr elədi, Qur'anı təcvid ilə oqu deyə. İndi tərtil əcəba təcvid deməkdir. Onu mən bir soruşum görüm ki, bu Google də olan bu şey bizə bunu necə deyir? Əvvəl bunu yazaq. Tərtil sözünün anlamı nədir? Tərtil sözü lüğətdə dözüm, aralıq, ararlıq dözmək. Nə deməkdir bilmək? İnciliyə bir-birinə bağlamaq. İnciliklə bir-birinə bağlamaq hünərlə anlamına gəlir. Dini və Qur'ani bir istilah olaraq isə Qur'ani tələsmədən aydın və düzgün və özündə düşünərək oxumağa deyilir.
Bu sözün sözündə və istilahi mənalarında necə önəmli nöqtə var. Düzgün tələffüz, təcvid. Dedi ki, tərtil təcvid düzgündür, tələsmədən oxumaqdır. Tamam. Mən bunu bilmirdim. Ayəni oxumuşdum, amma belə bilmirdim. Dedi ki, demək, yəni demək olur ki, Allah-u Teala Peyğəmbər Həzrətinə əmr eylədi, Qur'anı təcvid ilə oxu deyir. Mücərrəd təkid, Allahın o təkididir. Mücərrəd təkid ilə əmr eylədi, yəni əlbəttə təcvid ilə oxu dedi. Kəşşafidən mənquludur. Burada yenə bir dənə K sözü yazıbdır. Sonra görüb qələtdir, üstünə xətt çəkibdir. Qırmızı xətt çəkibdir. Nə başı üstünə çəkməyib ki, təkid eləyə. Kəlmənin özünün üstünə xətt çəkib ki, yəni bu qələtdir. Rəsul Həzrəti خود اجودی مجود ایدی رسول حضرتی خود اجودی مجودی دی مراد ümmetidir. Bu əcvəd-i mücəvvəd nə deməkdir? Mən bunu daha keçmirəm bura, çünki cavad sözündən gələcək ehtimalı, amma nə mənadır bilmirəm. Əcvəd-i mücəvvəd idi. Nə mənə olur görək ki? Əcvəd-i mücəvvəd. Əcvəd-i mücəvvəd nə deməkdir? Bunlar iki oxşar, amma fərqli sözdürlər ki, Qur'an oxumaq və təcviz elmində işlənirlər. Gəlin sadə bir formada bunları açıqlayaq. Mücəvvəd təcvid edən. Bu söz təcvid kökündən gəlir. Mücəvvəd o kimsəyə deyilir ki, Qur'ani hərflərini öz məxrəcindən və düzgün qaydalarla məd, qünnə, ixfa və əda edir. Anlamı yaxşılaşdıran və düzgün oxuyan. İşlənməsi bir nəfər qəraət ustadı olanda ona mücəvvəd deyirlər. Əcvəd bu söz cəyyid, yaxşı kəlməsinin sifət ta təfzilidir. Əfəl-i təfzil. Anlamı çox yaxşı, ən kalitəli və ən yüksək səviyyədə olan. Tamam, bu da əcvəd-i mücəvvəd örgəndim bunu. Pəs Həzrət Rəsul xod əcvəd-i mücəvvəd idi. Murad Allahın əmri, yəni Qur'anda ümmətidir, əmri ümmətinədir və dəxi Həzrət Rəsulullah aleyhisselam buyurur: İqra'ul Qur'anə biluhunil arabi, yəni hədisin mənası budur ki, indi burada bir şey də qıraqda yazıbdır. Əlbəttə burada əmr ilə qoydu. Burada bir şey də yazmışdı. Onu da mən oxumamışam. Burada xətt çəkib aparmışdı eşiyə. İndi qeydib bir də onu oxumalıyam. Çünki bu qıraqda yazılanlar zahirən kitabın içindəki qələt yazıbdır. Ya da yaddan çıxıbdır. Adlayıbdır. Onları nöqtə ilə, qırmızı nöqtə ilə çəkir, aparır qıraqda yazır. Mən də diqqət eləməmişəm. Məsələn, bir şey təcvid ilə oxu deyir, mücərrəd əmr ilə qoydu, təkid ilə, tamam, o tərtil Qur'ana əmridir, orada ona görə deyir. Burada bir ayrı bir şey yazır, deyir ki, beluhunil arabi, yəni hədisin mənası budur ki, Rəsul-i Əkrəm edər, eydir, yəni deyir, dedi. Rəsul-i Əkrəm eydir, deyər, buyurdu. Nə dedi? Eydürün, indi bu Rəsul-i Əkrəm və eydürün üstünə xətt çəkibdir, hərəsinin üstünə 3 dana, ki, yəni qələtdir, gedib qıraqda yazıbdır. Qıraqda nə yazıb? Yazıb ki, Rəsulullah sallallahu aleyhi və səlləm eydir, Qur'an oqun ərəb nəsahəti gibidir. Ərəb fəsahəti gibidir. Səhihidir budur. Orada yazıbdır, gətirib burada deyir ki, pəs mənası budur ki, Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləm eydir, Qur'an oqun ərəb fəsahəti kimidir. Yəni, ərəb ləfzinin nazlıcı
gibi ogun dedi. Nəql min təriqəti Muhammediyyə kəza fi şərhil Cəzri. Cəzri adlı bir dənə də kitabdır. Orada yazıb ki, mufahhimə elmi təcvid bilmək fərz midir? Sual soruşur. Yoxsa müstəhəb midir? Əl-cavab fərzidir. Məxaric huruf riayət etməyəcək. Nə təlavət səhihədir və nə salavat. Əbu Səud bu surətdə elmi təcvidi bilməyib məxarici hurufə riayətə qadir olmayan imam ilə qılınan namazların qəzası lazım olurmu? Əl-cavab ləhni cəli var isə olur. Yəni deyir ki, uca səsinlə oxusa və qələt oxusa, yəni ərəb dili ilə oxumasa, deyir onun gərək namazı eləyəsiniz, tazaşdan gəlasınız, qəza eləyəsiniz. Düz bilmir. Qəzası lazım olur mu? Əl-cavab ləhni cəli var isə olur. Əbu Suud iz vacibə əleyhüm muhattəmə qəblə şurui bunu oxuya bilmirəm. Acaba təşdiddir, lüğətdir, onu bilmirəm. Mutahattumu qəblə şurui əvvələn ən ya'ləmu məxaricəl hurufi və sifatil Qur'ani oxuyan özərinə. Burada da yenə bir cümləni qələt yazıbdır, üstünə xətt çəkibdir, gedib qıraqda yazıbdır. Mən də bunu o cür oxuyacağam da o qələtini oxuyacağam. Qur'an oxuyan üzərinə ən əvvəl daxi Qur'an oxumağa başlamadan fərz eynidir cümleyi məxarici hurufi bilmək və daxil sıfatı hurufi bilmək. Səhihi budurmuş. Tamam, orada o bir cümləş yazmışdı, onu oxumuruq. Vəl əxzu bit təcvidi hatmun lazimun mən ləm yücəvvəd əl-Qur'anə fəhuvə asimun. Haylə deyərsən, mən Qur'an oxumaram da, yəni hərdən bir Qur'anı oxuyuruq, onu da belə deyərsən, oxumaram, yəni. Nə olar? Bu məncə baxmaqdır. Yəni bir tərəfdən istəyir təşviq eləsin ki, Quran oxuyucunla, düz oxuyucunla, bir tərəfdən də belə deyəndə adam deyir ki, o da ötür də. Mən də məsələn indi 50-60 yaşım var. Gedib məsələn düzün öyrəşməyə mənə biraz zor gələcəkdir. Və Qur'anı təcvid ilə oxumaq fərz eynidir. Zira bir kimsə ki, Qur'anı təcvid ilə oxumasa, o kimsə fasıq olur. Əstəğfirullah Rəbbi və Tuğlə. Necə belə adamlar tapılıblar? Mən indi Qur'anın şeylə oxumuram, təcvidlə oxumuram, fasıq olacağam. Niyə? Yəni çox qəbul eləmərəm mən bu sözü. Yəni mən də bunun tərsəsini iddia edirəm. Kimsə fasıq olur. Məncə yox, olmasa heç kəs olmaz. Qur'an bir kitabdır, oxumaq üçün deyil, düşünmək üçündür. Və Qur'an içində daimən hər şey dəyişibdir. Allahdan sonra və Peyğəmbərin rəsulluğundan sonra hər şey Qur'anda dəyişibdir. Onun üçün bu qədər lazım deyil. Hətmən hər kəs namaz qılmır, fasıqdır, hər kəs nə bilim oruç tutmur, fasıqdır, hər kəs Qur'anı düz oxumur, fasıqdır. Belə bir şey yoxdur. Yəni kim qalacaqdı? 3-4 dənə molladan sonra heç kəs şey olmaz onda. Fəqət molla, o da 2-3 dənə molla ki, biz də bilmirik düz oxurlar. Yəni bir dənə ərəb lazımdır ki, oturur orada deyək ki, tamam, oxu görək sən düz oxursan ya yox. Bir dənə türk oxuya bilməz. Yəni 10 yaşı, 12 yaşında getsə ərəb məmləkətində qalsa, bəlkə. Onu da Ərəbistan ərəbi ilə, Əraq ərəbi ilə, Libi ərəbi ilə, Suriyə ərəbi ilə, Misr ərəbinin və o birisi ərəbinin hamısının fərqi var. Yəni ləhcə fərqləri var. İndi məsələn neçə ildir çalışırlar ki, bir kitabi ərəbi yaratsınlar, ortaq ərəb dili yaratsınlar, xəbərləri onunla desinlər, kitabları onunla yazsınlar, ortaq dilə getməyə çalışırlar. Eyni biz türklər ki, bir dənə ortaq ədəbi dilimiz var, onlar da bir ortaq, hər məmləkətin özünün bir ortaq dili var idi. Amma indisilə ərəb dünyasında bir ortaq, o şey ki, türklər də başlayıblar, türk dünyasında bir ortaq əlifba və dil,
Onu istəyirlər ki, orada da ərəblər görsünlər. İndi kim İslam dünyasında Qur'anı oxur ki, fasik deyil, onu mənə göstərmək lazımdır. Kimsə fasik olur, asi olur, zalim olur, haram iş işləmiş olur və günahkar olur, cəhənnəm əzabına layiq olur. Nəql min şərhil Cəzri. Cəzri Allah rəhmət eləsin, amma çox səhv eləyibdi bu sözü deyibdi. Necə ki, məsələn, Qur'anı düz oxumasa, həm fasik olur, həm asi olur, həm zalim olur, həm haram iş görür. Yəni, adam serti-perti düzü bir-birinin dibinə deyibdi. Mən qəbul eləmərəm bu adamın sözün. Çünki bu adamın sözü insanları İslamdan qavar. Və həman sözdür ki, İslamı çətin eləyiblər mollalar. Biri də budur. İslam belə deyildi ki. Hz. Muhammed zaman orada gedirdi, hər yerdən geçseydi. Lazım deyildi ki, Hz. Muhammedin dilin bilə. Tərcümə edirdilər biləsinə, ona deyirdilər, o da tamam, belədir də, getdi, yəni lazım deyil ki, yəni bir nəfər müsəlman olsun, ona gərək deyək ki, sən Quranı gərək düz oxuyasan. Mən sənə deyirəm, əşhədü ən la ilahə illallah, o da deyir, əsədü ən la ilahə illallah. O yox, qələt dedin, zaten kafir oldun. Olmaz, bunlar hamısı, məncə, mollalar dini özlərinə qudsiyyət yaratmaq və özlərin xaos göstərmək üçün və pul qazanmaq üçün belə bir şey iddia eləyiblər ki, insanlar onların dalısına düşməyə məcbur qalsınlar, yalvarmağa məcbur qalsınlar. Tərcümeyi Taşkübra. Taşkübra bir adamın adıdır. Taşkübra, Kübra ehtimalən, ya Taş Kübri, belədir adı. Taş Kübri. Taş Kübri qeyri-ərəbi və türkü kitablarda da böylədir. Deyir ki, ərəbi kitablarda, türkü kitablarda oxuyanda düz yerə oxuyasan. Tamam, yəni mən bunu dedim, olmaz ki. Burada əlbəttə bir şey yenə yazıbdır. Aha, bir şey, kəlmə düşübdür, onu gəlib burada yazıbdır. Onu oxumağı beləsidir. Deyir ki, tərcümeyi Taşkübri qeyri-ərəbi və türkü kitablarda da belədir. Və qalə fi şərhil cəzri mən ləm yətəəlləm məxaricəl hurufi və sifati ən əhlihi kanə tələbəhu əbəsən cəzri şərhində der ki, bir kimsə əhlindən sifat-ı hurufi və məxarici hurufi təəllüm etməsə və bilməsə anın tələbi əbəs olur və bir şey təhsil edəməz madam ki, əhlindən gözməyə. Ehtimalən bu söz burada görməyə, gözməyə kimi düşübdür, amma görməyədir. İntəha, bunun da sözü qutardı. Bu adam da gəldi bir söz dedi, müsəlmanların %99'u getdi, fasıq oldu, facir oldu, zülm oldu, zalim oldu, haram iş gördü, günahkar oldu, cəhənnəm əzabına layiq oldu. Bunları düzüb bir-birinin dibinə. Çərən-pərən dedi. Məncə doğru söz deyil. Biz ağlımız vardı, ağlımızla bu şeycidən çünki. Hz. Muhammed İslamda əhsəni qovlən. Kur'an'da böyle bir şey vardı. Bunu yazın buradan. Kur'an'da bir ayet. Kur'an'da bir ayet var ki onda Hazreti Resul'dan istir ta xəlqi xoş əxlaqla dəvət etsin. Bu ayeti tapa bilər misin? Görək ki, bu mən bunu iştibah yazmışam, əgər qoysa çeylərəm. Bəli, siz böyük ehtimalla Ali İmran suresinin 159. ayəsini nəzərdə tutursunuz. Bu ayə Həzrət Rəsulun sallallahu aleyhi və səlləm ilə həmin gözəl əxlaqından və insanlarla mülayim ləftarından danışır. Ayənin mətni budur.
فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَزًّا غَلِيظَ الْقَلْبِ لَا نَغْزُوا مِنْ حَوْلِكَ. Beləsi, mənası nədir? Deyir ki, ey Peyğəmbər, bunu özündən yazıbdır da, orada yoxdur. Bunu özündən yazıbdır. Allahın rəhməti sayəsində sən onlarla yumuşaq, lint, yumuşaq rəftar etdin. Əgər sən sərt və daş ürəkli olsaydın, kuntə fəddən qəlizul qəlb, əgər qəlizul qəlb olsaydın, yəni ürəyin bunları çətin tutun, qələt danışırlar, deyim, cəhənnəmə gedəcəksiniz, heç gəlməzdi yanına. Olsaydın, şübhəsiz onlar sənin ətrafından dağılıb gedərdilər. Bu cür eləyiblər mollalar, Quranı heç kəs oxumayıb, gediblər mollaların kitablarını oxuyublar. Onun üçün mollalar heç yerdə, mən bilmirəm ərəb məmləkətləri, İranda mollalar, mən özüm üçün oxumuşam deyirəm, ha? Yəni mollalıq dərsin bir 2 il yarım oxumuşam. Mən də çox sürətlə oxurdum, yəni hər halda. Ərz eləyim xidməti mübarəkizə ki, bu ayə ilə müxalifdir bu mollaların sözləri. Mollalar Qur'anı qoydular belə çətin tutmaqla milləti Qur'andan uzaqlatdılar, gətirdilər bura. O halda ki, Qur'anı əgər oxusaydılar, siru fil ərzi, təəqqül eləyin, düşünün, anlaşın, bilin, öyrənin, oxuyun, yazın. Bunlar hamısı Allah Qur'anda var idi. Bunlar bahis olar ki, müsəlmanlar adət elərdilər. Ki, aha, mən oxumalıyam, yazmalıyam, düşünməliyəm, əql eləməliyəm, müsafirət eləməliyəm, zülmə dözməməliyəm. Bunlar hamısı yaddan çıxdı, insanların nə oldu, gətirdilər mollaları, özlərini qoydular Qur'anın yerinə. Bu da bizə şeydir. İndi deyir ki, intiha və dəxi qardaş. Qardaş uləma-i təcviz buyurmuşlardır ki, qul qarikum elmi təcvididə. Tamam, bu elmi təcvid haqqındadır da, bunu oxumayaq. Bu bəsdir, məni bu qədər görər. Bu əlbəttə gözəl kitabdır, yəni yaşaq yazıbdır. Zahirən də bunu birinci dəfə yazıbdır. Ya da ki, bunun yazarı fərqli düşünübdür. Çünki qələti çoxdur içində. O qədər qələti var ki, kitabın qıraqları doludur, qırmızı xəttinə çəkib aparıbdır, orada onun düzün yazıbdır. Əlbəttə, bu səhifələrdə məsələn az görsənir, amma burada yenə də görsənir. Məsələn, 2 yerdə, burada bu səhifədə 2 yerdə qələt var. Bu səhifədə yoxdur, burada bir yerdə var, amma görmürəm. Qur'an-ı Şərifidə tənvin ilə nunun sakinin 5 hökmü vardır. Cəzri şərhində yazar. Cəzri adında bir adam götürübdür, kitab yazıbdır, özündən də bir şey yazıbdır da. Yəni Allah rəhmət eləsin. Deyək ki, rəhmət eləsin, çünki bir şeyə çalışıblar, bir iş görərlər. Yenə bunlarda görürük ki, qələtləri yazıbdır. Burada da o ki, Bismillah yazmışdı, görək ki, bu nədir? Əfirli zənbi və izhəb qeyzə qəlbi və əcrini minəşşeytan. Hala bu adam ayənin sonunda, o ayəni ki, biz indi tapdıq, onu yazıbdır, ona istinad edir. Deyir ki, Allahümmə əhsin aqibətina fil umuri külləhə və əcrina min xəzyid dünya və əzabil axirəti daim təlavət olunə. Bu ayə deyir ki, daim təlavət olsun. Allahümmə əğfirli zənbi və əzhib qeyzə qəlbi. Həman ki, orada Həzrət Məhəmməd deyir, sən qəlbin qeyz olsaydı, deyir ki, və əzhib qeydə qəlbi və əcrini minəşşeytan. Hər gün sabah namazında oxuya. Bunu da namazda oxuya. Allahümmə innəkə səllətə əleyna əduvvən bəsirən. Tamam, beləsi bir ayədi gəlir axirə. Ondan sonra yenə Bismillahirrahmanirrahim. Sultan Murad Şeyx Qazizadə Əfəndi rəhmətullah əleyh kitab-ı hökmüncə kitab. Ehtimalen bu Sultan Murad bir ayrı bir şeydir. Burada da bir xət çəkib bir şey yazsın, amma görmürəm mən. Ehtimal verirəm ki, bu bir şey olubdur. Sultan Murad
Şeyx Qazizadə, o Qazizadə ki var idi, əfəndi, o rəhmətullah təala əleyhi kitab hökmüncə kitab oqunmənin və oqutmənin yolunu bildirərdi. Bildirərdi ki, risaləsində der ki, yəni deyər ki, əvvəla hər aqil u baliq üzərinə fərz-i eyn olan, fərz-i eyn yəni nə mənə? Yəni hər aqil baliq, hər kəs ki 15, 16, 17, 20 yaşına yetişir, bu aqil olur, özdə dəli olmaya. Deyir buna vacib eynidir. Yəni özünə, onu özünə vacibdir. Ayrısı o işi görsə olmaz. Yəni onun özü görə. Nə ola? Hər aqil u baliq üzərinə fərz-i eyn olan bəyan olundu. Saniyən fərz-i eyn olan ibadətün səhhidir. Eylə ibadət ki, əbdi mükəlləf üzərinə fərzüdür. Kitab qurtarmayıbdır, devam edir. Yəni o şeyi nəyi də oxurduq? Yenə burada qələt yazıb da aparıb qırağa, onları aynı bəhsi devam elətdirir. Bunları da baxırıq, görürük və kitabın sonlarına yetişirik. Aynı devam edir. Yenə də o adam, həman o Qazizadə idi, neydi o? Kitabın sonunda yetişdik kitabın sonuna. Görək ki, burada bir şey yazıb da yox. Xət değişir burada. Kitabın biraz gedəndən sonra, məsələn, bu səhifədə neçimci? PDF-in 37-ci səhifəsi ilə 38-ci səhifəyə girəndə xət değişir. Gene bu biraz şeydi, o 39'dan o yüzden gene de değişir. Senden gayri ma'bud bil hakkı müstehakki bil ibadet yoktur. İlla sen varsan. Ancak ben sana tevekkül ettim ve sen erşi azimin Rabbisisin. Allahu azimüşşani dilediği şey olur ve dilemediği şey olmaz. Havlu güvvet yoktur. İlla azim olan Allah'dendir. Ben bilürəm tahqiq Allah-ı azimüşşan her şeye qadirdir ve tahqiq Allah-u Teala her şeyi ihata eylədi. İlmi yönünden ay benim Allah'ım tahqiq ben sana sığınırım nefsün şerrinden ve her dabbenin şerrinden sen dabbenin nasiyesinden ahizsin tahqiq benim Rabbim sırat-ı müstakim üzeredir. Hazreti İmam-ı Azam'ın oğluna ettiği vasiyetnamesidir yazar. Özür dilerim. Hazreti İmam-ı Azam'ın oğluna ettiği vasiyetnamesinde yazar. Bu sözleri ki üstü okuduk. Bunları daha deyir ki filan kəsin İmam-ı Azam'ın vasiyetnamesini ki oğluna yazıbdı, onda yazar. O əvvəldə ki oxumuşduq. Adamlar 4 cürədir, o qalanını oxumadıq. Sonra da dedi ki elmi də 3 cürə bilərlər. Burada gəlib onu xülasəcən kitabın sonunda bir ayrı xəttinə bir ayrı adam yazıbdı. Və zəkərə fit tuhfəti təkruhu imamətə 15 nəfərən. 15 nəfərin Töhfə adlı bir kitabda yazıb ki 15 nəfərin imam olmağından mən ikrah elərəm, çəkinərəm. Əl-əbd. O adam ki ondan pulla alıblar. Niyə? Çünki o qədər əskikdir bu adam ki özünü satıbdı, savaşmayıbdı, ölməyibdi və boyun əyibdi o alan adamına onun xidmətindədir. Vəl əlgən nə deməkdir? Mən bunu burada soracaq. Əlgən nə deməkdir? Əlgən ya da fən də kəlməsi ərəbdə fikri istilahlarda önemli bir mənaya malikdir. Bu sözün əsli mənası qul və bərdə deməkdir. Amma adi qulları bir az fərqi var. Aha, quluna fərqi var. Bu söz necə önemli yönü var.
Lüğət mənada kök sifəti. Fən, qən, üzr istəyirəm, qən. O qula deyərlər ki, atası və anası da qul olublar. Bu quldan qul doğubdur. Allah Allah. Yəni nəsil qul olan şəxsə qən deyərlər. Tamam, bu elə biz belə görər. Pəs bir də bir uşaq olur, bilir ki, dədəsi, nənəsi pulundan alınıblar, xidmət edirlər burada. O da davam edir qulluğuna. Deyir, bundan da acığım gələr. Və huvəl-ləzi Məliki huvə və əbuhu. Aha, Məliki huvə və əbuhu. Bu qən o adamdır ki, bir nəfər onun ona və dədəsinə malikdir. Vəl-ərabi. Ərabi mən bilmirəm. Quranda da vardı bu ərabi sözü. Həzrəti Məhəmməddən öncəki ərəblərə ərabi deyirlər. Özü deyirlər cahiliyyət. Nə cür bir cahiliyyətdir? Əcəb sevməli bir cahiliyyətdir. Kaş ki, indi 21-ci əsrdə belə bir cahiliyyət olsun. Bir, demokrasi hakimdir. Bunların hərəsinin özünün bir Allahı var. Bu Allahlar da bir-birləri ilə və adamlar da bir-birləri ilə geçinirlər və bu geçinirlər, heç sülhü səfada yaşırlar. Gəlirlər bu Allahları da yığırlar bir evə Məkkiyə. 300 neçə dənə Allah vardı. Biri xurmadandır, biri buğdadandır, biri daşdandır, biri nə bilim kərpicdəndir. Hərəsi bir şeydən bir Allah düzədib qoyub orada. İldə də 4 ay savaşmaq qadağandır bu şeydə. Və şeirlər oxurlar, dil güclüdür. Həm də o çağda yəni. Bunlar çox mühümdür. Necə ki, məsələn, bunlara deyək ki, cahildirlər. Eyni halda Həzrəti Məhəmmədin Quranda dediklərinin %90'ı toplumun, yəni həmən cahili ərəblərin gündəki yaşamlarıdır. Dedik məsələn, namaz orada ayda 3 gün Əyyamül Bəyz deyə ayda 3 gün var imiş ərəblərin içində. Bəziləri bu orucu tutarmışlar. Məsələn, İslamdan qabaq ildə 4 ay savaş qadağanımış, haram imiş. İslamda dili davam tapıbdı. Məsələn, İslam gəlib o Allahların hamısını götürüb, yəni o demokrasi ki varmış, onları götürübdür. O təkəssür ki varmış, götürübdür, bir dənə Allahı qoyub ora. Mən yaxçılığında, pisliyində, ya düzlüğündə, qələtliyində danışmıram. İstəyirəm deyəm ki, necə ki onlara cahil deyirik və cahildən anlaşmamız nədir? Mən oxuduğum kitablarda ki, bu türk dilində oxuduğum kitablara ki, keçən bir ildən biraz da özümüzü oxumuşam. Bunlarda deyir ki, onlar müsəlman deyirlər, onlara cahil deyilir. Əcəba Həzrəti Məhəmmədin nənəsinə, dədəsinə, əmisinə, dayısına, xalasına bunlara da cahil deyirlərmi? Hətta özünə, özü peyğəmbər olmayınca ərəb idi. Xanımısına, xanımlarına, əmilərinə, əcəba bunlara da cahil deyirlərmi? Çünki hamısı ömrünün bir çoxunu belə yaşayıblar. Əbu Ləhəb məsələn çox ağıllı bir insandır, amma cahil deyil ki. İslamı qəbul eləmir. Çox ağıllıdır, Həzrət Muhammədi də özündən aşağı görür, qəbul eləmir. Vəl fasik. Fasik nə deməkdir? Bunu da belə, indi bu kəlmələr çox önəmli olduğu üçün mən bunu elə kitabı biraz kiçildim, bunları bir-bir yazaq. Fasik. Fasik nə deməkdir? Və vələdüz zina. Vələdüz zina bilirik nədir? Bizim İranda bir çox insanlar mən fikirəm ki 30-40'ı vələdüz zinadır. Bunu deyə bilərəm. Niyə? Çünki məsələn qız zorla veriblər bir oğlana. Oğlanı zorla bir qızla evlədiblər. Hətta mən görmüşəm, özüm şahid olmuşam, qızı döyə-döyə zindana salıblar, qaranlıqda zirzəmidə gizləyiblər, çörək verməyiblər, aş saxlayıblar, döyüblər, ağzı, burnu, qanla çeyliblər, sən gəlib filan kəsinə evlənəsən. Bu üçün istəmir və zorla gedibdir, bu zina hesab olar. Elə bir ki, məsələn, birini tutub aparıblar, fahişxanada satırlar. Burada dədənənə bunu zorla veriblər, ona deyiblər ki, biz səni veririk, satırıq. Yəni, satırıq deməsələr də, yəni zorla veriblər, zina eləsən. Zinaya mətbur ediblər. Bu uşaqların hamısı zinazadədir.
Çünki o və o xanım ya o oğlan bir ayrı adamı sevirmiş. Çünki İslamda sevmək məsələdir. Evlənmək, dövlət yazmaq məsələ deyil. Toplumda deyirlər, yox, dədə nənəni qəbul eləmək yox. Ürəkdən evlənməsən, ürəkdən rabitən olmasa, o zina hesab olur. Fasik nə yazdı? Fasik kəlməsi ərəb dilində fəsəqə kökündən gəlir və lüğətdə çıxmaq mənasını verir. Qədim ərəblər meyvə, məxsusən xurma qabığından çıxıb çölə düşəndə bu sözü işlədərdilər. Dini və Quran istilahında isə fasik o kəsə deyərlər ki, Allahın itaətindən və şər hədlərindən kənara çıxıb, yəni günah etməyə öz hasarını və insanlıq çərçivəsini sındıran şəxsidir. Tamam, fasik belə bir şey. Pəs mən bunu tutmuşum ki, fasik adamları satandır. Yox, beləsi deyir. Allahın nəhylərinə, əmrlərinə qulaq asmayan adama fasik deyibdir burada. Vəl məcnun dəlidir. Vəl müğənni oxuyan. Mollalar müğənnilərlə müxalifdirlər. Musiqiçilərlə. Vəl əbræs. Əbræs bir növ məriz olacaqdır. Əgər səhv eləmirsəm, kəlməsi tibbi və Qurani bir istilahdır ki, lüğətdə ala ya da pislik, pis xəstəliyi mənası verir. Tibbi baxımdan pislik xəstəliyi. Əbræs ərəb dilində bərəs xəstəliyinə tutulan şəxsə deyilir. Bu xəstəlikdə dərinin rəngi dəyişir, pigmentlərini itirir və bədənin bəzi yerlərində ağ ləkələr yarar. Bunun bir müşkülü yoxdur ki, mən bilirəm, bugün buna tibbi dildə vitiligo qədim zamanlarda bu xəstəliyin dərmanını qeyri-mümkün bilirdilər. Qurani baxımdan bu kəlmə Quran-Kərimdə Hz. İsa'nın möcüzələri barədə danışılında 2 dəfə işlənibdir. Hər halda belə bir şey, yəni rəngi adamın əlinin, ayağının, üzünün bir yerinin rəngi qaçıbdır, biraz yox. Deyir, o əbræs məsələn şeydir, imam ola bilməz. Yəni, və huvəlləzi şaə bərəsəhu ələ sair əzaih. Və səfih. Səfih nə deməkdir? Bunu da indi eləcənə bilək. Bu lüğətlərdir, əlbəttə çox səfihsə. Səfih nə deməkdir? Vəl müdmən, vəl haqin. Səfih deyir kəlmə ərəb dilində səfəhə kökündən gəlir və lənət və lüğətdə yüngüllük ekləmək, xəfif olmaq mənasını verir. Amma bu yüngüllük yazıb, dalibdir. Bədən çeşidində yox, bəlkə ağıl və düşüncə baxımından. Tamam. Bu da nə oldu? Səfih, yüngüllük. Və müdmən. Müdmən. Vəl haqin. Müdmən kəlməsi ərəb dilində idman kökündən gəlir və lüğətdə bir işə alışmaq, bir şeyi daim təkrar etmək və o işə bağlanıb qalmaq mənasındadır. Bu söz 2 əsasdan baxımda olar. Ümumi və lüğəvi mənası qədim ərəb dilində bir işə çox adət edən və onu heç vaxt tərk etməyən şəxsə müdmən deyərdilər. Məsələn, əgər biri daim yaxşı işlər, hər halda mutad anlamına gəldi bu da. Dini mətnlərdə və hədislərdə müdmən kəlməsi çox vaxt mənfi bir mənada, yəni mübtəla olan ya da adət edən kimi işlənib. Ən çox işlənən forması da budur. Müdmənil xəmr, dedim, mutad. Müdmən oldu mutad. Vəl haqin. Haqin nə deməkdir? Haqin kəlməsi həbs etmək, saxlanmaq, yığmaq. Fiqhi və ixtilahi istilahda İslam fəqihində və namaz hökmlərində haqin o kəsə deyərlər ki, bədəninin dəf etməli olduğu şeyi, xüsusən idrarın, südücün zorla içində saxlayıbdır. Bu da o, saxlayan adama da deyirlər haqin. Əl-təfvid ehtimalən, ya təfvid. Ehtimalən deyirəm, bunu bilmədiyim üçün
Təfəvvüt olacaqdır. Vavın təşdidi olacaq. Təfəvvüt kəlməsi ərəb dilində fötə kökündən gəlir və lüğətdə ləvənc, qurunacaq parça, bağlamaq və ya ləvənc geymək mənası verir. Nə mən olar? Lüğəvi və ümumi fiqhi mənasında nədir? Bu kəlmə daha çox hamam ədəbiyyatına və nəzafət haqqında olan hədislərdə gözə dəyir. İslam şəriətində insanın öz övrətini örtülməsi vacib olan yerlərini başqalarından gizlətməsi vacibdir. Tamam, bu da bir şeydir. Hamamda təfəvvüt qədim hamamlarda ümumi olduğu üçün hədislərdə tapşırılıb ki, hamama girəndə təfəvvüt edin. Tamam, o şeylə, fütə ilə, nə neydi adı? Əl-masiki və laibi bir ziddi və şətrənc. Şətrənc oynayanı da əl-laibi bir zidd, nə mənədir bilmirəm, şətrənc oynayan və əl-əmrəd hakeza intaha min cəvahiril fətava nəqlən min xani. Tamam, bu da şeydir. Kitabın qalan bölümü qutardım, mən gedim. Buradan da yine Qazi Əfəndimiz 2-3 səhifə yazıbdı və kitab qutardı. Beləliklə bu günləri də burada kitabı qutarırıq. Allaha şükür ki, hər halda az da olsa bir fürsətim oldu. Sağ qalın, salam.